Abdulbağı Şabranlı, Abdulbağı Bağıyev, Abdul Azəri kimi tanınan bizim müğənni oğlumuz. Bir neçə dəfə dedim ki, İlhami xanımın ifa etdiyi mahnıları ifa etmişdi, əsasda birini. Dedim ki, Abdulbağı, mahnı üçün halallıq almaq lazımdır, oğurluq etmək lazım deyil. O da belə çalışdı ki, mənə sübut etsin ki, o mahnını oğurluq etməyibdi. İlhami Quliyevanın, bizim rəhmətli sənətkarımızın mahnısını. İndi bu mahnı Firuzə, hara baxırıq Firuzə. Son vaxtlar çox populyar olub bu Firuzə. Məhz Abdulbağı Şabranlı oxuyur. Abdul Azəri, elə belə də deyim. Bu mahnının halallığını almısan, bu mahnını da uğurlamısan. Bu mahnı kimindir? Niyə görə sən oxuyursan? Halallığını almısan, azından bir yerdə yazdı, hər yerdə yazırsınız anonim. Nə qədər anonim mahnılar olar? Bu mahnıları yaradan, bu mahnıları dünyaya gətirən, bu mahnılara musiqi yazan, söz yazan, nə bilim, nəfəs verən, ürək verən insanlar var. Uğramayın cəmaatın, xalqın hansı müğənni mahnısın. Hörmətli Abdulbağı Şabranlı, bu mahnının halallığını almısan ya yox? Və mən deyirəm, sən bu mahnını uğurlamısan.